Salam, hər ikiniz xoş gəlmisiniz. Özünüzü təqdim edin zəhmət olmasa. Salam, mən Ülkər Süleymanova. Hal-hazırda VTB Bankda reporter kimi fəaliyyət göstərirəm. Hobbi kimi isə yazarlıqla məşğulam. Bundan sonra sizi kirpi adlandıracağıq. Bəli. Mən Ülkər, 8 yaşındayam hal-hazırda. Aşağı Göyünüş məktəbində təhsil alıram və qiymətlərim də çox yaxşıdır. Bundan sonra və həmişə sənə Ülkər deyəcəyik. Cəmiyyət, dövlət və valideyndən istədiklərini bir cümlə ilə ifadə et. Cəmiyyətdə bir-birimizə qarşı anlayışlı olmaq, fərqliliyi olan insanlara qarşı daha diqqətli, ancaq gözə çarpıcı deyil. Dövlətdən isə sadəcə fərqliliyi olan insanların görünür olmasına dəstək olmaları. Çünki göz vərdişi çox önəmlidir. Valideynlər isə daha səbirli olmalıdır. Bəs Ülkərin cavabı? Ülkər çox baxmayın deyir cəmiyyətə. Diqqətiniz məndə olmasın. Dövlətdən isə məni mükafatlandırın. Mən çətin bir mübarizənin içərisindəyəm. Etdiyim kiçik şeydə də sizdən böyük xoşbəxtliklər gözləyirəm. Valideynimə isə mənimlə danış. İndi isə kitabın son sözünü Kirpidən və Ülkərdən alaq.